Şamallar kəndindəyik. Şamallar kəndində bir ocaqda şəhid evindəyik. Axşam olduğuna baxmayaraq gec gəldik. Bu gün evin bir oğlu olan gözəl qardaşımız şəhid Şükürov Vüsal Zahiroğlu'nun il dönümüdür, 5-ci ildir. Ananın atanın yanına gəlmişik. Bu gün ana ata üçün çox ağır gündür. Evin bir övladı olaraq şəhid oldu. Qəhrəman cəsur qardaşımız çox gözəl mərd olaraq dillər əzbər olan Vüsal qardaşımızın bu gün 5-ci ilidir. Ana ataya baş sağlığı veririk. Gec də olsa zürü saysın. Allah balası rəhmət etsin deyirik. Ruh şad olsun ana ata. Allah sizə dəyməsin. Vüsal çox gözəl, igid, cəsur, gözəl mərd, təvəkkülkar, gülər üzlü bir şəhidimiz olub. Ham ondan razı olub. Hamı onun cəsurluğundan, gözəl rəftarlığından danışır. Görmüşük də. Vüsal gözəl bir iz qoydu, getdi. Ana ataya da bizim də baş sağlığı veririk. Vüsal haqqında özləri də bir qısa məlumat verər, laf gözəl olar. Buyurun. Bilək sözlərinizə. Bugün bizim babamızın qələbə günü Şuşada şəhid olan Şükürov Vüsalın anasıyam. Allah heç bir anaya pis gün görsətməsin. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah sənin də qardaşına, Polada rəhmət eləsin, yer cənnət olsun. Atasının, anasına səbir, gözün versin. Nə deyim? Gün ağır gündür, sənin üçün Vüsal evin tək oğludur, taş şamıdır. Ağır bir dərddir ki, bir evin oğlu olar, bir bala da vətən olar, şəhid olar, ana ata üçün də çox ağırdır bal itirmək. Onu çox adam bilmir. Həmə siz mənim gözüm qarşısında öz anamsınız, öz atamsınız, biz yerdəyik, bax sənin yanınızda bildim ki, siz nə əziyyət çəksiniz. Sizə səbir arz edirəm. Atamız da gözəl bir atadır. Elin oban içində bütün hər zaman sayılan, hörmətli bir şəhid atasıdır. Vüsaldan qabaq da Zahir ata həmişə sayılan, hörmətli, gözəl bir insan olub. Atasına da Allah səbir versin deyirəm. Allah sizə dəyməsin deyirəm. Çox sağ olun, Məşədif var. Bu günləri mənim oğlum Vüsalın 5-ci il dönümüdür. Bildiyimiz kimi vətən yolunda, namus qeyrət yolunda Vüsal şəhid olub. Bu günləri bunun 5-ci il dönümündə Məşədif Fuad gəlib bunun evin ziyarət edib, burada dualar oxuyub, Quran oxuyub, dualar oxuyub. Mən də bu münasibətindən Məşədif Fuada öz təşəkkürümü bildirirəm ki, gəlib bu vaxtı burada həm Quran oxuyub, dualar edib və Vüsalı ziyarət edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, yaralı qazilərimizə Allah şəfa versin, qazilərimizə də Allah kömək olsun, ömür versin. Çox sağ olun. Ata geci olsa da üzrü sayır. Yox, gecdir. Şəhidin atasının, anası, şəhidin evin hər vaxt ziyarət eləmək olar. Mənim üçün Onun geci, tezi yox. Mənim üçün ən gözəl ziyarətgah sənin əyağındır. Gəlmisənsən. Elə bu bizim üçün ən böyük bir hədiyyə. Mənim üçün ən böyük ziyarətgah sizin əyağınızdır, sizin huzurunuzdur. Vüsalın bugünkü evidir. Vüsalın bugünkü şəhid olduğu gündür. Mən böyük bir qürurla, fəxrlə sizin evinizə gəldim. Vüsalı yad eləməyə gəldim. Ona görə ki, bizi Vüsal kimi şəhidlərimizə, Vüsal kimi qardaşlarımıza, Vüsala kimi qəhrəmanlarımıza borcluyuq. Sizin kimi anaya, ataya borcluyuq. Ona görə ki, sizin kimi gözəl qəhrəman övlad yetişdirib, şəhid verib, uca zirvəni qazanmış Vüsal kimi qardaşımıza borcumuz. Vüsaldan danışmaq çox olar. Vüsal çox gözəl qəhrəman, igiddir. Bizim də büyük borcumuzdur ki, gələk sizin kimi atanın huzuruna, evinə, əlimizdən gələn duamızı, buramızı oxumaq, o bizim üçün xoş şərafətdir. Mən öz anam, öz atam bilirəm sizi, öz atam, öz anam bilirəm, siz seçməyib, fərq qoymuruq. Öz evim bilir, gecə də olsa gəldim, yad elədik, Allah sizlərə dəyməz, sizi var eləsin. Mən nə xoş halıma ki, Vüsal kimi qardaşımızın evinə gəldim, Vüsal kimi qardaşımızın atasının, anasının yanında olmaq mənim üçün böyük bir qürurdur. Elə bilirəm ki, vallah sənin müqəddəmdə bir böyük siyasi gələcək gəlmişəm.
Demək, Mən sizin ziyarətgahınız mənim üçün dünyadır. sağ ol. Hoş.